Salam, mənim əziz şagirdlərim. Bugün sizlərlə birlikdə yeni bir yola başlayırıq. Bu yolumuzda hər birinizə uğurlar diləyirəm. Şagirdlərimizin çətinlik çəkdiyi əsas məqamlardan biri də oxuyub anlama mətnlərində verilən tapşırıqlardır. İlk növbədə onu demək istəyərdim ki, biz nə üçün oxuyub anlamanı inkişaf etdirməliyik? Oxuyub anlama bizə hansı məqamlarda gərəklidir? Uşaqlar, oxuyub anlama təhsil uğuru üçün əsasdır. İstər riyaziyyat, istərsə də tarix və digər fənlər olsun, bütün fənlərdə şagirdin tapşırığı başa düşməsi üçün oxuyub anlama bacarığı lazımdır. Bəs müəllimə, biz necə edək ki, bu tapşırıqlarda biz çətinlik çəkməyək, verilən tapşırıqları doğru edək, mətni oxumaqla bərabər ondan verilən tapşırıqları da doğru yazaq? Şagirdlər, İlk növbədə siz başlığa baxmaqla təxmin edəcəksiniz. Mətni oxumazdan əvvəl şagirdlər başlığa baxaraq mətndə nə ola biləcəyini təxmin etməlidirlər. Məsələn, Bakının gözəl məkanları. Siz bu mətnin başlığına baxarkən avtomatik beyninizdə hazır vəziyyətə gələcək. Bakıda olan müxtəlif ərazilərdən məkanlar sizin beyninizdə canlanacaq. Artıq siz düşünəcəksiniz ki, demək bu mətn də Bakının və onun məkanlarının haqqında bəhs olunur. Növbəti isə siz açar sözləri tapmalısınız. Yəni açar söz dedikdə biz burada çəkilən yerlərin adları, tarixlər, hadisələrdən bəhs olunacaq. Siz bunlara fokuslanmalısınız. Növbəti hissəmiz isə nə olacaq uşaqlar? Siz burada müxtəlif suallar verib onların cavablarını axtarmalısınız. Yəni, məsələn, kim, harada, nə zaman, niyə? Ola bilsin ki, bizim mətnimizdə müxtəlif obrazlar olsun, obrazların adı olsun, obrazların harada vaxt keçirdiyi, nə zaman vaxt keçirdiyi verilsin. Biz bu hissələrə mütləq önəm verməliyik. Və əsas fokuslanacağınız məqamda burada əsas fikri müəyyən etmək olmalıdır. Məsələn, burada niyə müəllif bunu demək istəyirdi? Əsas fikri nə idi? Nə üçün bu hissələrə daha çox önəm verirdi? Əgər sizin fokuslanacağınız bu məqam, siz cavabını alacağınız bu məqam olacaqsa, demək ki, siz mətnə oxuyub anlamaya daha çox yaxınlaşmısınız. Və uşaqlar, sizə önərəcəyim növbəti hissə isə verilən mətnin qısa xülasəsini yazmaqdır. Yəni, siz mətni oxudunuz. Artıq yadınızda nələr qalıbsa, onu bir dəftərdə, bir qeyd kitabçasında qısa şəkildə yazın və ya